nümayişi Azərsel təqdim edir. Hakim start fitini səsləndirdi və Avro 2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası Tofiq Bəhramov adına Respublika stadionunda Türkiyə yığmasını qəbul edib. Qarşılaşma 1-0 hesabı ilə millimizin xeyrinə başa çatıb. Rəqib qapısından topu oyunun 38-ci dəqiqəsində millimizin kapitanı Rəşad Sadıqov keçirib. çox gözəl ötürmə milli komandamızın gözəl üçümü yayılır. Qapıya doğru zərbə vurmaq lazımdır. Ancaq son anda Türkiyə komandasının futbolçuları topu uzaqlaşdırırlar. Ehtiyatda qalacağı söylənilirdi. Nədənsə Berti Fox bu futbolçuya əsas heyətə şans verdi. Tuncayın ötürməsi bu vəziyyətdə hər şey milli komandamız üçün yaxşı qutardı. Çox təhlükəli bir hücum alına bilərdi. Mahir Şükürov. Çox gözəl ötürmə. Oradan çalan vəziyyət yoxdur. Qapıya doğru zərbə vurmaq lazımdır və son anda Volkan Demirel. Volkan Demirel bu vəziyyətdə topun qapıdan keçməsinə imkan vermədi. Tuncay onun qarşısını yenə də müdafiəçilərimiz aldılar. Tuncaydan çox ehtiyatlanmaq lazımdır. İlk dəqiqələrdən də çox yaxşı təsir başladı. Yenidən Tuncay topladı. Hamid. Qapıya doğru zərbə və Dilək qola mane oldu. Yenidən zərbə və Kamran Ağayev. Mesela milli komandamızın istər futbolçuları, istərsə baş məşqçisi oyun öncəsi mətbuat konferansında da bildirdilər ki, onlar bugünkü görüşdə qələbə əzmi ilə meydançaya çıxacaq. Kamran Ağayev. Emre Belezoğlu. Bu dəqiqələrdə Emre'nin daha çox məhz dayaq yarım müdafiəçi mövqeyində mübarizə apardığı açıq-aşkar hiss olunur. Oyundan kənar vəziyyət yoxdur. Kamran Ağayev. Dəfələrlə belə vəziyyətlərdə təhlükəli vəziyyətlər yaratmışıq. Yerinə yetirildi. Zərbə və top topudan keçir. Azərbaycan futbolçuları hesabı açırlar. Azərbaycan futbolçuları hesabı açırlar. Və milli komandamız 1-0 hesabı ilə öndədir. Fərid Quliyev. Bir qədər ləng, daha tez davransa bu futbolçu. Vüqar Nadirovun qapıya doğru zərbəsi Volkan. Çox gözəl hərəkət Elnur Allahverdi deyəcəm. Elnur Allahverdi ileriyə doğru çox gözəl ötürmə verdi. Milli komandamızın təhlükəli hücumu reallaşa bilər. Mahir Şükürov. Mahir Şükürov ötürməsi, qapıya doğru zərbə və Volkan Demirel. Hamı həyecanlıdır. Qapıya doğru zərbə Kamran Ağayev. Mahir Şükürov. Vüqar Nadirov. Bugünkü oyunun ən yaxşılarındandır. Çox gözəl ötürmə Vüqar Nadirov'dan. Ruslan Abuşov. Qapıya doğru zərbə Volkan. İkinci zərbəni vurmaq lazımdır. Zərbə. Artıq gol qışqırmağa hamımız hazırlaşırdı. Rauf Əliyev daxil olub. Düzdür hələ ki onun hər hansı bir gol vəziyyəti ilə yadda qaldığını müşahidə etməmiş. Ancaq əlbəttə ki Raufun özünə də ötürmə verməyin vacibliyini qeyd etməliyik. Kamran Ağayev. Top topudan keçmir. Tüm diqqətlər hakimlədi. Sonuncu hücumudur Türkiyə komandasının. Və budur. Oyun başa çatacaq. Oyun başa çatacaq artıq. Və oyun başa çatdı. Oyun başa çatdı. Azərbaycan milli komandası Türkiyəni 1-0 hesabı ilə məğlub edir hörmətli tamaşaçılar. Die Mannschaft hat sich unheimlich gut İki regeneriert. səfər oyunu keçirmişdik və bu Bakıda keçirdiyimiz ilk qarşılaşma olduğundan qələbə qazanmaq istəyirdik. Bunu bacardığımız üçün çox şadam. Bir neçə gün əvvəl Avstriya yığmasına məğlub olmağımıza baxmayaraq, komandamız toparlanmağı bacardı və lazımi nəticəni əldə etdik. Bir neçə günlük hazırlığın bəhrəsini bu oyunda gördük. Bugün stadionda möhtəşəm azarkeş dəstəyi var idi. Qələbəmizi AFFA prezidenti Rövnəq Abdullayevə və azarkeşlərimizə həsr edirəm. Komandamızda hər hansı futbolçunu fərqləndirməyimi istəsəniz, birmənalı şəkildə kapitanımız Rəşad Sadıqovun adını çəkərdim. O, bugün əsl kapitan kimi komandanın arxasınca aparmağı bacardı. Türkiyə futboluna çox yaxşı bələdəm. Onların güclü komandası var. Belə rəqib üzərində qələbə böyük uğurdur. Dieses Spiel hier zu gewinnen. Because in good times you have to be there, but in bad times Oyundan əvvəl futbolçularımıza standart vəziyyətlərdə çox sayıq olmağı dəfələrlə tapşırmışdıq. Amma diqqətli davrandılar. Qol buraxdığımız epizodda rəqibin 3 futbolçusunun topun üzərindən tullanmasına mane olmadılar. Birinci hissədə yaratdığımız qol vəziyyətlərinin heç olmasa birindən istifadə edə bilsəydik, bəlkə nəticə başqa cür olardı. Əlbəttə, ardıcıl 2 oyunda məğlub olmaq məni və komandamızın bütün üzvlərini məyus edir. Karyera mərzində cüt oyunlarda 2 dəfə məğlub olmağımı xatırlaya bilmirəm. Azərbaycan millisi bizə qarşı oynadığı kimi çıxış etsə, istənilən komandadan xal ala bilər. Elə mənim istəyim də budur ki, Azərbaycan millisi digər rəqiblərimizi də büdrətməyə bacarsın. about this result. Oyun başa çatdıqdan sonra azarkeşlər millimizin Türkiyə yığması üzərində qələbəsini paytaxt başının küçələrində böyük coşqu ilə qeyd ediblər.